Nizami Gəncəvi Sirlər Xəzinəsi Süleyman Peyğəmbərlə qoca əkinçinin hekayəti. Günlərin bir günündə qanad açdı diləyi, bir çırağa yetişdi Süleymanın küləyi. Təntənə ilə, cəlalla yön aldı çöl səmtinə, qaldırdı öz təxtini göyün minə xəttinə. Çöldə bir cütçü gördü, tazələndi nəfəsi, onda sevinc oyatdı əkinçinin həvəsi. Evindən gətirdiyi ovuc-ovuc məhsulu səxavət mədəninə saçmışdı zəhmət oğlu. Dən səpilən cuşələr göyərmiş xırda-xırda, hər danədən bir neçə sümbül boyatmış orada. Danələrin sirrini əkinçi bir-bir açdı, Süleyman dilə gəldi, sanki quşlar danışdı. Biraz mərdanə davran, gözü tox ol ey qoca, əşdiyini bişib ye, bəsdir tər tökmə bunca. Quş deyilsən ki, dəni boş yerə kölə saçma. Gəl mənimlə bu yerdə quş dili ilə danışma. Hanı əlində belin, az cırmaqla səhranı, nə suyun var, nə arxın, zay eləmə arpanı. Düşün, sulu torpağa biz səpdik nə qədər dən, zəhmətindən savayı nə gördük bu əkindən. Dəni külə döndərən bu təşnə çöllərdəsən, yandırsan da canını nə qazana bilərsən? Cavab verdi ixtiyar, gəl incimə sözümdən, heç nə gözləmirəm mən yerin suyun feyzindən. Mən bilmirəm heç suyu varmı, yoxmu tarlanın, əkmək mənim işimdir, yetişdirmək Tanrının. Bax, budur suyum mənim, alnımdan süzülən tər, lincim, belim, külüncüm, bu dırnaqlar, bu əllər. Sənin təki səltənət, mülk dərdi çəkmirəm ki, bütün ömrüm boyunca yetər mənə bu əkin. Məni muştuluqlayıb xoş müjdələr verənim, 700-dən olacaq bu torpaqda hər dənim. Bu taxılı şeytanla şərik əkməmişəm mən, yəqin 1-ə 700 verəcək bu halal dən. Mənə hər şeydən öncə sağlam bir toxum gərək, sümbüllərin düyünü qoy açılsın qönçə tək. Götür qoy etsələr də bu dünyada nə qədər, hər bədənə yaraşan münasib don biçərlər. Hər eşşək çəkə bilməz İsa yükünü qardaş, dövlətin işlərini qavraya bilməz ərbaş. Çərçədan fil boynunu parçalar düşsə aşka, ölü bir çəyirtkəni zorla çəkər qarışqa. 100 nəhri nuş etsə də səs çıxarmaz ümmanlar, arx isə bircə seldən coşar hayharay salar. Heç kəs gizlənə bilməz bu göy qübbə altında, hər kəs öz mərdliyi ilə çatır şöhrətə ada. Dövlətliyə yaraşır qeyrət, zəhmət, məşəqqət, mərdanələr hər dərddən qılar məcər şikayət. Hər kəs Tanrı sirrini saxlamağa qadirmi? Yanaz çəkə bilirmi çınlayan bir saz kimi? Naz etməkdən söz açma, yalnız xublar nazlanar. Nizamın işidir naz çəkmək ey tacıdar.